Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. 5 iyun monitorinq imtahanı üzrə B variantı riyaziyyat suallarının izahına başlayırıq. Kitabçanın üzəri yazılıb, yəni mən də iki dəfə işləyəcəm burada sizlə birlikdə. Ola bilər buradakı cavablar yanlış olsun, bilmirəm. Yəni yazan şəxs yanlış da edə bilər. Ona görə izahımı dinləyin ki, dəqiq cavabları görəsiniz. 31-ci sualda baba 18 dəftəri və 24 qələmi bütün nəvələr arasında elə payladı ki, hərəyə eyni sayda qələm və eyni sayda dəftər düşsün. Babanın nəvələrinin sayı çatışlardan hansı ola bilər? Həm 18-də, həm də 24-ü həm də bölə bilərik. Bəli, bu 6 olacaq. B variantıdır. 32-ci sual. Seymur anasına və bacısına Qadınlar Günü münasibətilə eyni növ güldən hazırlanmış gül dəstəsi aldı. O bacısı üçün aldığı gül dəstəsinə 21 manat, anası üçün aldığı gül dəstəsinə isə bundan 12 manat çox pul ödədi. Yəni 21 üstəgəl 12 33 manat da digəridir. Deməli, dəqiq baxaq hansıdır. Bacısı 21-dən ana 33-dür. Əla. Bir gülün qiyməti 3 manatdır. Seymurun anası üçün aldığı gül dəstəsində neçə ədəd gül var? Dostlar 33 manat pul verib anasının gül bağlaması üçün. Birinin qiyməti 3 manatdırsa 33 böləndə bəli 11 düşəcək. Doğrudur. 33-cü sual. Sinifdəki şagirdlər həm birində, burada hər birindədir yəqin ki, yoxsa həm hər birində, yox, həmdir bu. Burada sıxıntı yoxdur. Sinifdəki şagirdlərə həm hər birində 4 nəfər, həm də hər birində 6 nəfər olmaqla qruplara ayırmaq mümkündür. Aşağıdakılardan hansı sinifdəki şagirdlərin sayı ola bilər? Həm 6-ya, həm də 4-ə bölə biləcəyimiz ədəd elə 36 olacaq, bəli. Eyni növ suallar veriblər, çox maraqlıdır. Bir variant daxilində. Növbəti 34-cü suala baxırıq. Digər variantlarda baxaq dostlar, ola bilər. Suallarda səhvliklər də ola bilər. Biz sadəcə sürətli gedirik hal-hazırda. Nəsə səhvlik olsa qeyd edərsiniz. Bizə yaza bilərsiniz bu barədə. 34-cü sual. Parkda eni 8 metr, uzunluğu 10 metr olan düzbucaqlı şəklində oyun sahəsinin ortasında şahmat oynamaq üçün kvadrat formalı meydança düzəldilib. Oyun sahəsinin şahmat meydançasının kənarına qalan hissəsinə mərmər döşənmişdir. Neçə kvadrat metr sahə mərmər döşənib? Yəni buraları tapmalıyıq. Bunu tapmaq üçün bu ərazi onu vurdum 8-ə. Oldu 80. Sonra burada da fikir verin 4-ün 4-dədir. 4-ü 4-ə vuran nə edəcək? 16 edəcək. Yəni 16 şahmatın ərazisidir. 80 də ümumi ərazidir. 80-dən demək ki 16-nı çıxmaq lazımdır. Doğru cavab burada 64-dür. Yəni diqqətli olun 64 doğru cavabdır. 35-ci sual. Bir torbada 10 qırmızı və 90 qara top var. Təsadüfi olaraq torbadan bir top çıxarılır. Çıxarılan top haqqında fikirlərdən hansı doğrudur? Deməli, 10-u qırmızıdır, 90-ı qaradır. Çıxarılan top çox güman ki, qara rəngli olacaq. Bəli, bu doğrudur. Çıxarılan top çox güman ki, qırmızı rəngli olacaq. Xeyr, bu yanlışdır. Elə A variantı doğru olurdu da. Çox güman ki, qara rəngli olacaq. Bəli, çıxarılan topun qırmızı rəngli olması mümkün deyil, mümkündür. Çıxarılan top çətin ki, qara rəngli olsun. Xeyr, bu da yanlışdır. Yəni A variantı elə A doğru cavabdır. 36-cı sual. Arif dayı yarmarkaya gətirdiyi fındığın yarısını birinci alıcıya, 40 kiloqramını isə ikinci alıcıya satdı. Sonra bundan sonra onun 30 kiloqram fındığı satılmamış qaldı. Arif dayı yarmarkaya neçə kiloqram fındıq gətirmişdi? Dostlar baxın. Deməli, gətirdiyi fındığın yarısını birinci alıcıya satır. 40 kiloqramını ikinci alıcıya satır. Bundan sonra 30 qalır. 40, 30, 70. Deməli 70-in özünü 2-yə vurmaq lazımdır. Eləcə 140. Cəmi 140-dır. Yarısını 70-in birinciyə satır, sonra 40 və 30 kimi satacaq. Sonra təsvirə uyğun gələn kəsiri tapmalıyıq. 2 dənə bütövdə 2 tam neçə olacaq dostlar? Bu onluqdur yəqin ki 3, 5, 10, 20, 30, 40, 44, 2 tam %44. Bəli, B variantı doğrudur. 38. Dərzi bir don tikmək üçün 6 metr parça işlədir. Bir şalvar tikmək üçün isə bundan 2 dəfə az parça lazım olur. 2 dəfə az, yəni 3 metr. Bunu qeyd edək. Təkrar edirəm. Şalvar bərabərdir 3 metrə. Dərzi 5 don və 5 şalvar tikmək üçün ümumilikdə nə qədər parça işlədər? Deməli 6 metr bir dənəsi üçündür. 6-nı 5-ə vurdum. Üstə gəl. 3 metrdə bir dənəsi üçün. Bu da 15 edəcək. Toplam 45 edir. Bəli, C variantı. 39-cu və 40-cı suallar. Bu deyəsən bayaqçıdır dostlar. Bunu digər variantda, A variantında yazmışdıq. Ona görə sürətli keçəcəm üzərindən. 2100 qramdırsa 2100-ü, yəni bu hissə bölürsüz 3-ə düşür 700 qram. D variantı. Sonra bu 1800 qram idi. Buna əsasını tapmışdıq ki, bura 300-dür. Yəni armud 300-dürsə, deməli ananasın bir dənəsi 1500 olacaq. Bu formada qeyd edirəm. Təkrar edirəm. Bu tarazlıq halındadırsa, bu 1800-dür, deməli bu 300-dür. Hardan tapmışdım? Bax buradan. Çünki cəmi 2100 idi. Bu da tarazlıq halında olduğu üçün bu deməli 1500 olmalıdır. Fikrinizi detallı şəkildə əsaslandırmalısınız. 41-ci sual. A, O, B və C nöqtələri bir düz xətt üzərində yerləşir.
AB parçası mərkəzi O nöqtəsində yerləşən çevrənin diametridir. Aha, BC 7-dir. Buradan bura məsafə 7-dir. Sonra başqa nə deyir? Çevrənin radiusu 3-dür. Burada dostlar, radius 3-dürsə, burada 3-dür. AC parçasının uzunluğunu tap deyir. 3, 3, 7. Toplam nədir? 13 edir. Bəli, doğru cavab A variantı olur. İclas 14:50-də başladı və 4-də 1 saat. 4-də 1 saat dostlar 15 dəqiqə deməkdir. 14:50 yəni 3-10 dəqiqə qalır. Üzərinə 15 dəqiqə gəlməyiniz lazımdır. Neçə edəcək? 15:05 edəcək. C variantı doğru cavab olur. 43-cü sual. Mağazaya hər birində A kiloqram olmaqla 4 yeşik alma. Bu da bayaqki variantda var idi. 4A üstəgəl 5B. Bəli, B variantı olur. Sonra burada 1, 4, 9, 16 olacaq. Çünki özünə vurur. Baxın, 1-i 1-ə vuranda 1, 2-ni 2-yə vurur, 3-ü 3-ə vurur, 4-ə 4-ə vurmalıdır. Bu şəkildə olur. Sual 45. Səmaya xala sağdığı 12 litr südün yarısını, bunu da bayaq yazdıq. Digər variantda səhv etmirəmsə var idi. Dostlar, yarısını 3 litrliyə tökəndə 6-nı 3-ə böləndə 2 qab buradan lazım olur. Üstəgəl digər yarısını isə 500 millilitrlik bankalara yığır. Yəni 12 litrin yarısı nədir? 6 litr. 6 litri 500-lüklərə böləndə 12 dənə düşür. Toplam 14 dənə banka lazım olacaq. 46-cı sual. Aha, bu sualda bayaq yazdıq. A deyildi. Simmetrik olanı soruşurdu. B də deyildi. C də deyildi. Bəli, D variantı idi. Simmetrik olan. Yenə də baxaq, ola bilər nəzərimizdən qaçar. Variantlar arasında dəyişiklik olar. Deməli, 47-ci sual. Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzdü. Hər qabda 2 ədəd şəkərbura və 3 ədəd paxlava oldu. Şəms qabları ümumiyyətlə neçə ədəd şirniyyat düzdü? 6 qabdır. Hərəsində 2 şəkərbura, 3 paxlava, yəni 5 dənədir. 6 qab, hərəsində 5 dənə, 6-nı 5-ə vuranda bəli 30 edər. 48-ci sual. Mağazada 73 manatlıq alış-veriş edən müştəri 21 manat nağd ödəniş etmişdir. Burada da bəli, bunu bayaq yazmışıq. Digər variantda var. 73-21 ən azı 52 manat olmalıdır. B variantı düzgün cavabdır. Sual 49. Verilmiş bölmə əməlində A və B-nin yerinə hansı rəqəm yazılmalıdır? Dostlar, qalıq 1 qalıb. Bölünən 937-dir. 937-dən 1-i çıxın 936, bölün 18-ə, düşür 52. Deməli, A-nın qiyməti 5-dir, 52-dir. Bunu yaza bilərik. Sonra burada nə qalır? 16. B-nin də qiyməti bəli 6 olur. Bunu da bu formada qeyd edə bilərik. Yenə də əminlik üçün yoxlayaq. 90, burada 3 gəldi, burada 7. Sonra axırıncı 2-ni yazdıq. 8, 2, 18 2 vuranda da 36. Bəli, bu şəkildə olur. Doğru cavab uyğun gəldi. Növbəti 50-ci suala baxırıq. Bağça 2 hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra. Bu da digər variantda var. 24-ü vururam 15-ə, üstə gəlirəm. 11-i vururam 30-a. Toplayanda 690 alıram. Məncə başqa bir şey yoxdur. 24 vur 15, üstə gəl 11 vur 30. Bəli. 51. Burada da bəli A variantıdır. Bu da dəfələrlə neçələrdə düşür. Burada da 5,6 çıx 2,3 üstə gəl 1,2 4,5 edir. D variantı. Bunu da bayaq yazdıq. 40-dan çıxmaq lazımdır. Sadəcə 3-ü. 40-dan 3 çıxanda neçə qalır? 37 qalır da. D variantı idi bunun da cavabı. Yəni bunu buna vurursunuz dostlar. Bura 3-dürsə bura 1 qalır. 3-ü 1-ə vuranda 3-ü çıxmaq lazımdır. O daxil deyil ora. Sonra 54-cü sual üstdən görünüş idi. Bunu bayaq baxdıq. D variantı idi. Bəli, doğru cavab D variantına uyğun gəlir. Sonra burada 60 dərəcə 360-ı 60 dərəcə böləndə 6 düşür. Aha, 56-57-ci suallar. İdman meydançasında oyun zonası uzunluğu 90 metr və eni 45 metr olan düzbucaqlı formasındadır. Oyun zonasının sahəsini tapmalıyıq. 90-ı vur 45-ə. 4050 edəcək. A variantı düzgündür. Sonra yarışdan əvvəl meydançanın oyun zonasının kənarları ağ boya ilə yenidən xətlənməlidir. Bir qab ağ boya 50 metr uzunluğunda xətt çəkmək mümkündürsə, bütün oyun zonasının kənarlarına bir qat xətləmək üçün ən az neçə qab boya alınmalıdır? Dostlar, baxın, perimetrini tapmalısınız. 90 üstə gəl 45. 135 edir. 2-yə vur 270 edəcək. Yəni bunun perimetri toplam 270 metrdir. 270 metrdə 50 metrdə də bir qab gedir. 270-i 50-yə böləndə 5 düşər, amma tam çatmayacaq. Deməli 6 dənəsi lazımdır. Ən azı Ən azı 6 qab boya lazımdır. 5 qab olsa 250 metrə gedər. Bu da tam kifayət etməyəcək. Fikrinizi yazmalıydınız bu sualda. Sonra ayağın əlində 10 ədəd aşıq var. O bütün aşıqlardan istifadə edərək abaq üzərində rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəd düzəltdi. Aha, deməli nə edə bilər? Ən böyük düzəltmək üçün
Burada heç nə qoymaya bilər. Amma şərtə diqqət yetirək ki, bəli, rəqəmləri müxtəlifdir. Bura 0 yazıb, bura 1 yazıb, bura 2 yazıb, doğru yazıb şagird. Burada da deməli 7 olur, bəli. Vəssalam 7210 olacaq. Təkrar edirəm. Bu formada yanaşma edə bilərik dostlar. Çünki rəqəmləri müxtəlifdir. Əgər bura heç nə qoymasanız bu 0 olar, rəqəmlər təkrarlanır. Maraqlı sualdır bu sual. Deməli, ən böyük 4 rəqəmli ədəd bu şərti ödəyən 7210 olacaq. Abakların sayına yenə baxırıq. Bəli, şərtdə də 10 verib, problem yoxdur. Sual 59, bunu bayaq digər variantda yazmışdıq. 30 vur 10 etdi 300, bunu da vur 40-a. 12000 4-də 3 hissəsi su ilə doludur. Böl 4-ə vur 3-ə. 9000 alırıq. Olan su 9000-dir kub santimetr olaraq. Sonra 60-cı sual dostlar. Diaqramda fevral ayında, bunu da digər variantda yazdıq. Qaza xərclənən pul işığa xərclənən puldan nə qədər çoxdur? 7-də 4-dür bu. Bu 7-də 2-dir. 56-nın 7-də 4-ün və 7-də 2-sini tapıb çıxacaqsınız. Baxın 56-nı bölürsüz 7-yə, vurursunuz 4-ə. 32 manat bu edir. Sonra 56-nı 7-yə böləndə 8 düşmüşdü, 16 manat da bu edir. Deməli, qaza xərclənən pul 32 manat. İşığa xərclənən puldan neçə manat çoxdur? 16 manat daha çoxdur. Belə dostlar, B variantı da yekunlaşdı. Videonu bəyənməyi və paylaşmağı unutmuruq. Sağ olun, digər videoda görüşəcəyik. Hələlik.